Və yeri gəlmişkən hədiyyələr üçün təşəkkürümü bildirəcəyim bir neçə şirkətlər var ki, Hayciland, Faberlic, İdə Parfüm və Bizon şirkətlərinə təşəkkürümüzü bildiririk. Və davam edirik. İlin Kreativ Agentliyi. Bu nominasiyada mükafata Şərəf Media layiq görülüb. Hər əsər cəsarətlə başlayır. Yaratma cəsarəti ilə. Sual vermək, cavab axtarmaq, görülməyəni görüb, edilməyəni etməklə. Bənzərsiz işlər məhz bu cəsarətdən də olur. Həm sənətdə, həm marketingdə. Ona görə biz bu iki dünyanın kəsişməsində dayanırıq. Brendlərin ruhunu hiss edir, onların hekayəsini danışırıq. 10 ildən çoxdur ki, buradayıq və deyirik, bu hələ başlanğıcdır. İndi isə hazır olun. Səhnə bizimdir. Şərəf Media. Dünənin, bugünün, sabahın agentliyi. Şirkətin təsisçisi cənab Sərxan Şərəfov mükafatı qəbul etmək üçün zəhmət olmasa, alqışlarla səhnəmizə dəvət olunursunuz. Buyurun. Hörmətli qonaqlar, hər birinizi salamlayıram. Deməli, Business Time jurnalı artıq uzun illərdir ki, öz sahəsində ən yaxşı olanları, ən güclü olanları seçir. Şərəf Media Agentliyi isə artıq 13 ildir ki, öz tərəfdaşlarına, partnyorlarına ən güclü olmaqda kömək edir. Agentliyimiz haqqında yəqin ki, bir təəssürat yarandı bizim video çarxdan, tanıtım video rolikindən. Ona görə mən hər birinizə sadəcə olaraq biznesinizdə uğurlu və öz sahənizdə ən güclü olmağı arzu edirəm. Sağ olun.